İnternet folkloru haqqında bir neçə kəlmə danışmaq istərdim. Folklor sonu olmayan kütləvi xəlqi yaradıcılıq prosesidir. Hər bir yazılı əsər də gec-tez folklora daxil olaraq yaşamaq şansı qazanır. Əks halda yazı faktı olaraq arxivlərdə unudulur. Günümüzün folkloru internetdə, virtual məkanda yaranır və netlore, postfolklor, medialore və sair kimi elektron şəbəkəni ifadə edən adlar altında yayılır. Folklorun yaranması üçün ən vacib şərt kütləvi ünsiyyətdir. İnternet məkanı qlobal ünsiyyət şəbəkəsi olduğu üçün folklorlar arası ünsiyyətin də baş verdiyi yerdir. Yəni bir topluma məxsus netlore nümunəsinin sürətlə yayılaraq başqa toplumlar tərəfindən mənimsənilməsi də an məsələsidir. Sosial şəbəkələrdə xeyli belə elektron folklora aid trendlər mövcuddur. Ənənəvi folklora aid olan anonimlik, bəsitləşmə kimi özəlliklər internet folkloruna da aiddir. Anonimlik folklorun özünü müdafiə, bəsitləşdirmə isə folklorun özünü çoxaltma mexanizmləridir. İnternet folklorunun yaradıcılıq imkanları ənənəvi folklordan xeyli üstündür. Ənənəvi folklor Koroğlunu və Qıratın obraz olaraq görünüşünü təsəvvürün ixtiyarına buraxırdısa, internet folkloru öz qəhrəmanlarını vizuallaşdıra bilir. İnternet məkanı doğrularla yanaşı yalanı da çoxaldır, yayılmasını mümkünləşdirir ki, buna da fake lore deyilir. Məsələn, fake lore'un ən yaygın obrazlarından biri sosial şəbəkə izləyicilərinin də tanıdığı kimi Einstein-dir. Fake lore nümunəsi olaraq onun əlindən hər iş gəlir. İnternet folklorunda Einstein-in heç bacarmadığı bir iş varsa, o da atomu parçalamaq. İnternet folkloru Einstein-in yazılı mədəniyyətdə, atom fizikasında qazandığı nüfuzu şifahi mədəniyyətdə çox rahatlıqla məişət mövzularına, reklam çarxlarına xərcləyə bilir. İnternet folkloru daha çox istehlak məqsədlərinə yönləndirildiyi üçün burada dəyər yaratmaqdan daha çox dəyərlərin istehlakına diqqət göstərilir. Çağdaş folklorşünasların da dediyi kimi internet folkloru ikinci şifahi mədəniyyət çağıdır. Baxmayaraq ki, netlore yazı alətləri ilə yaradılır. Lakin burada dilin özü də nitqə çevrilərək istifadə olunur.